Bütün dostları salamlayıram, bizi izləyənləri. Hər birimizə ayrı-ayrılıqda dostlar salam olsun. Quş sevənlər, Bakı quşunu, Azərbaycan quşunu sevənlər hər biri bizə ayrı-ayrılıqda salamlar olsun. 3 maydır, Qartallar zirvəsi yarışının iştirakçısı Ceyhun qardaşın həyətindəyik. Bu da qonaqlarıdır maşallah. Allah canını sağ eləsin. Həmişə xeyir işlərə yığışağım. Bütün quşbazların həyətində xeyir işlərə yığışağım. Ceyhun qardaşımız burada. Maşallah qonaqlar da burada. Əla mənzərə var. Biz Ceyhun qardaşı bir yaxınlaşaq, salamlaşaq. Ceyhun qardaşım salamlayıram səni. Hoş gəlmişsiniz. Var ol. Allah sənə bu qapıda həmişə xeyir işə gələr. Sağ ol Allah. Mən hamıya xeyir işinə süpürəsin inşallah. Amin. Allah malı var. Kuş evəsi olanlara hamını salamlayıram. Əleykum. Sənin kanalının abunəçilərinə, abunə olmayanlara deyirəm abunə olsunlar. Var olası. Maraqlı çəkilişlər olacaq, maraqlı uçuşlar olacaq. Zirvədə qartallar vurulacaq. Allah sağ İnşallah olsun. dəstək olun bizə. Allah'ın izniyle. Burada grupta yani kardeşler de hamısı, burada qıraq adam yoxdur. Başta həcə əmək olmaqla hamı salamlayıram, qonaqlarımız da buradadır inşallah. Allah sana sağ olsun. Ya mehribansılıqla bizim qrupda ay mən səni utdum, sən mən utdum, belə bir şey yoxdur. Belə mehribansılıq deyil. Biz Bakı quşunu, Azərbaycan quşunu təmsil edirik də. Əlbəttə ki, biz quşçuluq quş göstəririk. Vallahi İnşallah. Söz söhbətdən quş sözünü desin. Biz nə qədər danışaq? Quş boyu danışdıq. Var ol. Var ol. Allah sana bu malı və mülk və min bərəkət versin. Yenə də deyirəm mənim qardaşım, xeyir işlərə gələk qapı var. Gözəl sədalarını eşidək, iş barəsində, elə quşlarının haqqında, öz haqqında. Sən dəyərli dostsan, gözəl yoldaşsan, Allah canını sağ eləsin. Allah uzaqdığını heç kim al saldırır, Allah al satdığını da heç kim saldırır. Hər şey Allah'ın izni ilə. Var, var. Bu da quşxanalardır qardaşlar, indi yaxından çəkib göstərəcəm. İndi gələm ağsaqqallara iki suallarımı verməyə elə. Ora gedirəm, quşxanaları göstərim. Bir də ətraflı danışacaq biz. Bayaq dediyim kimi 2 dəqiqəlik lazımdır salamlaşmaq üçün. Bu da bizim, mənim sevimli doktor canım, gözəl qardaşım. Uğurlar olsun deyəm qardaşım. Allah sənə canını sağ eləsin. Qəşəng quşbazlığı var. Var. Hə, göz qabağı. Maşallah, maşallah. Mən razıyam. Mən də sənə gözəl uğurlar, gözəl nəticələr. İnşallah. Bizə ən gözəl can sağlığını sənə arzulayıram doktor. Sən ürəksən. Amin, amin, amin. Allah hamını var etsin, min budaq eləsin. Amin Allah. Maşallah olsun. Amin. Burada da qonaqlarımız var. Ay maşallah. Hər şey qaydasında. Ha qardaşlar. Natiqə, biraz Natiqəmiz burada. Natiqəmi nə deyərdiniz? Hoşuma gəldi. Allah xeyir versin. Qəşəng quşları var. Bəyənilsin də. Maşallah. Maşallah. Novxanıdan əmi, Ədalət əmi, Ədalət kişi buradadır. Ədalət kişi. Siz nə deyərdiniz? Bura gəlib gedən adamsınız bu həyətə. Yaxşıdır, yaxşıdır. Yaxşıdır. Yaxşıdır, hamıya uğurlar, hamıya yaxşılar qismət olsun. Amin Allah. Elə sizin də Mehribançılıq, sizə zəhmət çəkilsin, göstərirsin dünya baxımına. Sağ olun. Allah səni də var eləsin. Sənin də əziyyətin bu işdə böyükdür, bilirik. Elə sənin də quşların burada gözəl saatlar verib, nəticələr verib. Allah səni də canlı sağ eləsin. Əmican, necəsən? Keyfin alır. Yaxşısan. Allah sənə ömür versin. İnşallah yaxşı olur. Yaxşı olacaq. Yaxşı olacaq. İnşallah Allahın köməyi. Allah mehriban eləsin. Amin. Amin Allah. Var ol. Mənim Çingiz qardaşım burada Məşdağadandır. Elə burada qonaqdır. Eyni yarışdayıq. İnşallah ki, səndən də dostlarımız gözəl nəticələr gözləyir. Quşları gördülər. Sözün yaxşı mənası sənin quşların ləzzət eləyib. Neçə adamlar zəng eləyib. Bir balaca da möhkəm danışaq qoy, səsimiz də yaxşı düşsün inşallah. Yaxşı olar inşallah. Maşallah Ceyhun qardaşın quşları birinci dəfə düzdür YouTube'da görmüşük, amma belə canlı görməmişdim maşallah. Gözəl heyvanlardır, güclü
yaxşı olar. Allah xeyir versin. Amin. Var olasan qardaşım, var olasan. Deməli Əli Heydər qardaşa Salam Hoş verirəm gəlmisən. hamıya, salam olsun hamıya. Ceyhuna uğurlar arzu Amin. edirəm. Yarışlarda uğurlu nəticələr əldə etməsin inşallah. İnşallah da eləyər. inşallah, Yəni görmüşük. inşallah var ol. Salamlayıram hamını, uğurlar arzu edirəm bütün yarış iştirakçılarına hamını. Hamını salamlayıram, bütün yarış iştirakçılarına uğurlar arzu Var ol. edirəm inşallah. İnşallah biz də sənə uğurlar arzulayırıq Əli Heydər qardaşa. Çünki bir doğrudan Əli Heydər qardaş bir neçə dənə dostlarımız həyəcanla gözləyir əslində sizin quşları görməyə. Yaxşı mənada deyirlər ki, bir-iki dəfə TikTokda görmüşük quşların sabit gözəlliyi, quşların istər-istəməz İzləyənləri salamlayıram. Çalışırıq. Çalışırıq ki, hamısı yerində olsun. inşallah Belə deyim də, qatma qarışıq olmasın. var Cins ol. olsun, əlimizdə cins olsun. Yəni. Bu yarış oldu, olmadı. Hər kəs təbii ki istəyər. Yaxşı quşa nail olsunlar, yaxşı cins qapısında olsun. İndi çalışırıq ki, törədirik, varımızdır. Çünki dostlardan bax, mən biraz yəqin ki, həmin dostlarımız da baxacaq və aşağıdan da yazacaq, özümüzə görəsiz. Dostlarımız deyir ki, nəcəb Əli Heydər qardaş o quşları yaxından bizim üçün çəkmir. Bir-iki dənə nəsə TikTokda çəkilişlərin olub, ancaq Araldandır. Deyir, bəs istəyərdik, görərdik, çünki biz bilirik Əlfağa kişi ilə onlar yaxındır. Yəqin ki, Əlfağa kişinin ən yaxşılarından orada çoxdur. Niyə deyir yaxından bizim üçün təqdim eləmir? Var, yaxşı quşlar var Cavid, sadəcə mənim xüsusiyyətimdə yoxdur. Yəni öz belə deyim də, quşları görsədim, reklam eləyim, nəsə o mənim xarakterimdə deyil. Əslində o reklam deyil. Biz Bilmirəm. korpusları görməliyik, quşları yaxından Quşu görməliyik. bilirsiniz necə Cavid, gərək uçuşda görsətmək lazımdır, yerdə yox. İndi inşallah yarışda uçurdarıq da, bu il inşallah İnşallah. 100% uçurdacağıq. Ondan da əlavə belə bir proyekt var ki, səni də dəvət eləyəcəm. İnşallah. Əli Xəzər var, onu da İnşallah. dəvət eləyəcəm. Və bəzi blogerlər var da bu quş aləmində, onların hamısını dəvət eləyəcəm. Və quşları nümayiş elətdirəcəm bu il, mütləq. Yəni yarışdan qıraqda belə. Kənar. Kənar, hə. Bu sezonda, bu yay. İnşallah. Hə, bu olacaq, hazırlaşıram. Nümayiş eləyəcəyik. O bilir sizdə nə deməkdir? Əgər 3, 4, 5 çəkilişçi bir yerdə çəkirsə, bu o deməkdir ki, yüzün üstü şəffaflıqdan söhbət Təbii ki, gedəcək ona burada. görə bu proyekt ona görə ki, deyirəm, yəni nə qədər ki quş aləmində tanıdığımız blogerlər var. Bəli, Yəni indi bayağı blogerləri çıxmaq şərti ilə də belə. bəli. Yəni nə qədər ki bloger var, hamısını dəvət eləyəcəm. Ən azı bir 4 nəfər tanıyıram. Bu Burada yüzün üstü İsmail var deyəsən, bax İsmaildir. İsmail qardaşım. Sən Cavid. Əli Xəzərdir. Elə 3-4 nəfər yəni Kifayət edir, bəli. Hər bu yüzün üstünə şəffaflıq deməkdir. Bu bilirsiniz ona necə? görə istəyirəm. Yəni orada söz deyilə bilməz. Orada əgər bir insan bir söz deyəndə nə bilim deyilməyən yerdə söz deyirsə öz-özündən utansın. Nəyə görə? Yəqin 3 dənə fraqmentə baxacaq. Hər bir şey bilirsən necə olacaq. Deyilməyəcək ki, Əli Heydər Cavidi tanıyırdı, bəlkəm. Biz də bunu saxlayırıq, yəni indi nə qədər də desək özümüz üçün saxlayırıq. Əla proyektdir bu. Amma maraqlıdır da, yəni bu proyektlər olmalıdır. Super proyekt. Təbii ki, olmalıdır. Yoxsa indi biz deyək ki, özümüz üçün saxlayıram. Əgər mən yarışa qoşulmuşamsa, mən arenaya burada oturmuşamsa, demək ki, mən quşlarımı göstərməliyəm. O kim ki, deyir mən yarışda özüm üçün uçurduram, mən çempion olmaq istəmirəm, rəqabət mənli deyil, o boş söhbətlərdir hamısı. Əgər bu yarışa giribsə, təbii ki, çempion olmaq istəyir. Yoxsa mən, yəni, insan nə qədər bekar olsun ki, yəni, girsin yarışa və desin ki, mənə fərq eləmir. Fərq eləmir. Axırıncıyam, Axırıncı da birinciyəm. ola bilərəm. Yox, o söz deyil mənə görə. Yəni, burada rəqabət varsa, mən birinci olmalıyam. Birinci, ikinci, ilk üçlüdə olmalıyam. İlk Mən belə üçlü. düşünürəm, bəli.
Hədəf olmalıdır təbii ki, hədəfsiz ümumiyyətcə həyat yoxdur. O ki qalsın yarış. Ağzımızda yarışdır. Ya qoşulmamalısan, qoşulmusansa sənin burada hədəfin var. Vəssalam, bu qədər cavab. Var ol. Çox Allah səndən razı olsun. Gözəl. Mənim qardaşım necəsən? Çox sağ ol. Mən də Ceyhun qardaşı salamlayıram. Bütün qrup iştirakçılarına da uğurlar arzulayıram. İnşallah hazırlaşırıq. Allah İnşallah. qoysa uçuracaqlar. Allah hədər qoq əmində canın sağ eləsin. Amin Allah. Yaxşı nəticələr görmüşük keçərək. İnşallah bir il də görərik. Mənim yadımdadır, keçən ildə Nişirdə sizlə söhbət edirdim mən ki, sizin quşlar hardandır, dediniz Həzəmidən. Həcəmin quşlarıdır. Yəni həm keçən il bu söhbət olub, həm də Nişir. Biz Nişir tanış olmuşuq. Allah sənin canını sağ eləsin. Yəni o bəzi şeylər mənim zapisımdadır. O lazım olan bir şeylər. Allah Həzəmiyə də can sağlığı versin inşallah. Allah ömür versin. Var olasan. Biz də sənə arzulayırıq gözəl nəticələr inşallah. Bizim Novxanıdan Elnur qardaşımız burada. Gözəl insan, gözəl dostdur. Salamlayıram. Bütün qrup üzvlərinə uğurlar arzulayıram. Bütün ümumiyyətlə yarış iştirakçılarına, Var ol. başqa qruplara da hamısına uğurlar arzulayıram. Vəziyyətlər yerdə qalmasın. Ceyhun qardaşımıza da Amin. Amin Allah. Allah hamıya xeyir versin. Mənim də belə bir açıqlama verim dostlar. Ən çox sözün yaxşı mənasında quşbazlıqda o necə deyək, spor yox, necə deyirlər, müzakirəsi. Ən çox müzakirə elədiyim insan İsmaildir. Hər zaman çox vaxt bəzi şeylərdə fikirlərimiz çox şeydə üst-üstə düşür. Bəzi şeylərdə fikir ayrılığımız var, amma zərrə qədər bir-birimizə toxunacaq bizim bir xətrimiz qalası bir hərəkətimiz olmayıb bir-birimizə qarşı. Onunla belə ən mehriban adamıq. Saatlarla danışırıq da, ancaq müzakirəni eləyirik, o quş yerində qalır. Bizim yoldaşlığımız, dostluğumuz, bir-birimizə münasibətimiz o bir başqadır. Mən ona görə bu özümə borc bildim ki, İsmail deyəm ki, sən gözəl insansan, gözəl yoldaşlığın var, dostluq eləməyi bacarırsan. Allah sənin canını sağ eləsin. Sən nə buyurursan, nə deyirsən? Mən də ilk növbədə bütün Göyərsin həvəskarlarına salamlayıram. Sizin qrupa da, kluba da, eyni zamanda digər yarış təşkilatçılarına, iştirakçılarına uğurlar. Allah hamısının əziyyətini itirməsin. Bu yarışların çox olmağı bizim belə deyək, Bakı quşun adına müsbətdir. Bəli. Bir də bayaq qardaşım, Əli Heydər qardaşımız demişsən, yəni uçurdub təsdiq eləməklə dünyaya daha tez tanıtdıra bilər idi. Məndə yoxdur, məsələn, mən uçurtmuram. Məsələn, Elnur qardaşlar varsa, uçurdub təsdiq eləmək daha yaxşı olardı. Blogerləri, öz dostlarımızı, nə olar, xaricdən bloger çağırın, nə olar, lap yaxşı. Keçmişdə Bakı quşu necə olub, Rusiyadan kimsə gəlib, hansısa rəhmətliyi, Allah hamısına rəhmət eləsin. Uçurdub göstərib, o da belə deyək də, reklamın elə növüdə, canlı reklam deyirlər. Deyir ki, mən filan kənddə, filan yerdə, məsələn, filan kəsin quşunu bu qədər uçan gördüm. Yəni, vaxtı qabağa salırıq. Bir də dürüstlük. Kim dürüst yolla, bunu mən həmişə deyirəm, quşbazlıq eləyir. Kim dürüst yolla əziyyət çəkirsə, bərəkət də oradadır. İnşallah, var olasın. Vallahi bərəkət oradadır. İndi dostlarla da söhbət eləyəndə həmişə deyirəm ki, yəni o Peyğəmbərimizin də bir həyatında bir hadisə olub da, Həzrəti Əbubəkirlə belə deyəm, onu öldürmək istəyənlərdən qaçıb gizlənəndə bir mağaraya gizlənirlər. Belə deyək, quldurlar onun dalınca gələndə bir göyərçin yuva qurmuş və yumurtanın üstündə yatmış vəziyyətdə olur. Bir də hörümçək. Ona görə dürüstlük deyirəm ki, yəni kimisə quşunu məsələn aldın, adının əziyyətini itirmək olmaz. Onda Allah da sən əziyyətini itirər. Bunlar təcrübədir. Yəni 90-cı illərdə analiz edirəm. Kim ki kimin əziyyətini itirir, danır, Allah da onun əziyyətini itirir. Ən azı özünə yazığın gəlsin. Ən azı özünə hörmət elə yazığın gəlsin. Kanala da abunə olub dəstək. Çox sağ olun, var olun.
Beğenin, paylaşın bütün kanalları. Bütün kanallar tanıdıq, Bəyənin tanımadıq. pulsuzdur. Bu bəzən deyirlər kontur gelmir. Kimin konturu getsə məndən gəlib istəyər abunə. Allah ömür versin. Allah ömür O versin. mən sponsorluğu mən eləyəcəm əgər abunə olanda pulsuzsa. Bir dənə bəyənmə işarəsidir, pulsuzdur. Bir fikir bildirin videoda məsələn sizə hansı təəssürat bağışlayır onu. Qoy belə deyək də dünya trendinə düşsün də bu kimisə videosu Bəli. düşsün ki, Bakı quşu dünyada diqqət çəksin. Təhqir yox, tənqidə qədər biz qəbul edirik tənqidi. Abi, mən bu fikirlə razı deyiləm, Bəli. biraz əla. Ancaq qəti şəkildə dostlar təhqir söhbət ola bilməz. Təhqir olanda olsa belə deyək, o reytinqə də ziyandır. Ha, Ən o- azı insanın çəkilişi. Və siz hazırın görürsünüz dostlar. Məsələn belə deyim də, tutaq ki, hamımız çəkirik, sonra onu saniyə izləyirsən ki, onlar da xoşa Baş gəlmir. beyin gedir onun Bəli. üstündə. İnsan yata bilmir 3 gün 4 gün. Əziyyət çəkirik də. Heç olmasa o 3 günlük əziyyətə görə bir dənə pulsuz like düyməsini, pulsuz şərh yazmağı hamımızdan xahiş edirəm. Var Bakı o. quşuna əgər dəstək olmaq istəyiriksə, istəmiriksə də eşq olsun özümüzə. Var ol. Allah razı olsun. Mənim buradan Biləcərdən qonşum burdadır. Biz qonşu deyirik. Allah sənin cavabı sağ eləsin. Allah səni var eləsin. Gözəl insan. Bahəm inşallah. Bahəm. Allah köməyiniz olsun. Mən də qardaş salamlayıram hamını. Aleyküm İnşallah salam. hamıya uğurlar mənim qardaşım. Zeyona da qapısına elə şahtıqlara gəlir, quşdur, muşdur, bunlar ikinci, üçüncü, beşinci Bəli. dərəcəli şeylərdir. Əsas insaniyyətlidir qardaş. Quş gəlir, gedir, tuturuq, veririk, nə bilim, qaçırdırıq, onlar hamısı boş. İnşallah hamıya uğurlar, sənə də çəkilişlərində uğurlar. Var ol. İsmail demişkən, sağ üçün dəstək olun hamıya. Allah köməyində Öpürəm olsun. qardaş, Var Allah ol razı qardaş. olsun. Hə, dostlar da burada. Maşallah. Bunlar da qonaqlardır hal-hazırda. Ayaqladır. Dostlar, indi birazdan Ceyhun qardaşdan burada inşallah quşları soruşacağam. Quşlar nə quşlardır, hardan gəlib, necə gəlib, kimlə qalmadı. Ətraflı bunu Ceyhun qardaş bizə izah eləyəcək hər bir şeyi. Sizdən də xahişimiz o da abunə olub, like qoymağı unutmayın. Sizə bir zəhmət. Var olun bütün dostlar. Birazdan çəkilişimiz davam eləyəcək quşlar haqqında. Yenə də salamlayıram bütün dostları. Dostlar hər birinizə salam olsun. Hə, Ceyhun qardaşımız buradadır. Bir balaca quşlar haqqında maraqlanaq. Ceyhun qardaş, istəyərdim bir dənə elə qənət quyruq elədiyim quşlar haqqında. Mayakat olur. Bir də səndən rahat danışa bildiyim üçün artıq dərəcədə xahiş edirəm. Bir balaca yüksək səslə danışsaq, Buyur. Allah sənin köməyində olsun. Demək qardaş deyəm bir danışım. Aha. Bir dənə erkək girdi ora. Bura mayakat yoludur. Mayakat olur. Burada cavan quşlar da var. Üzədən atma xahiş edirəm. 2 illik, 3 illik quşlar da var burada. Demək burada 7 dam mayadır. Keçən ilin tutduğum quşlardan. Keçən ildən 7 maya qalıb. Hə, yəni 3 illik tutduğum quşlar da var burada. 1 illik də var, 2 illik də var. Bu ildə uçacaq Hə, quş 3 var. illik quş çoxdur burada. Ha. Bəs- Bunlar 6 da 7 damaya buradan uçacaqdır. 4 dağda Bir əkir dənə oradan. üzürsən, bu illik quş atıbsan, hələ bu yay üzü görəcək. Elə bir quş atıbsan bura. 7-dən quşdan başqa hamısı olardı. Deməli, İşdə çıxan balalardı. ola bilər ki, Ceyhun qardaşım, yəni biz bunu görürük. Ola bilərmi ki, həmin bu il atdığın bu 7 il, 3 illikdən daha güclü tutsun onu qoyarsan ora. Həyatdır da. Ha, əlbəttə ki. Ola bilər də elə bir şey. Olar, amma gözxallı mayadan üstün quş inanmıram. Olsun. Ay maşallah. Yəqin onun balaları zad olar, indi onu bilmirəm. Doğrusun Allah. Düzgün tör etmişəmsə olacaq. Düzgün törə. Hə, düzgün seleksiya etmişəmsə olacaq. Yəni opsi katolda ən güclü üçün gözxallı maya. Həm dözümlü, Ay maşallah. həm vaz buraxdı quş, hər avını. Belə deyək də, yaxşı mayalar var burada. Orada qırmızı mayalı Cabir qardaşım var. Hansıdır o? Deyil. Bu qıraqdakı yoxsa? Ha, bir de bu. Hə, Taxtanın taxtanın üstünə üstünə çıxar. Birinci yarışda 11 saat 7 dəqiqə uçduydu. Ay İkinci maşallah. yarışda 12 saat 25 dəqiqə. Birinci yarışda 11 nə qədər? 11 saat 7 dəqiqə. Ay maşallah. Buradan Cabir qalanı da salamlayıram. 3 sezondur. Bu il 4-cü sezon oldu. Qardaşımı salamlayıram. Qərib ölkədədir.
Bütün qəribə ölkədə olan qardaşları salamlayıram. Hələ ki. Bu ücret 3-cü il olacaq süzək. Hər il eyni saat uçurda, yəni 10 plus vurub. Birinci ildən indiyəcək. Bu var kafeyni bala, məşhur kafeyni bala. Bu da Zabirin hədiyyələrinin balasıdır. Anası atası da bu quşun məndədir. Birinci yarışda 11 saat yarımdan qoşun əhlinə düşdü. Bu bala. Hə, həmin baladır, hə bu. İkinci yarışda 13 saatdan qaldı gecəyə. Gözümüzün qabağında dim satmadı. Səhər də yaşıl qarədə tutmuşdular. Ağsaqqal sağ olsun bağışladı. Buradan elə biz o ağsaqqala çox sağ ol deyək, var olsun. Sonra qardaş, bu qara dinliyim ayam. 2 yarışın ikisində də 10 saat 10 dəqiqə. Ay maşallah. Şəndə deyirəm, oynayacaq, həmən o mayada. Sonra sənə camısın. Haqqən etmə ayam. Birinci yarışda 8 saat 40 dəqiqə, ikinci yarışda gün qaraldı, gəlmədi. Səhər günü gəldi. Ceyhun Qədir. Göstərdim aya, 2 yarışın ikisində də 12 plus. Birinci yarışda 12 saat 4 dəqiqə, ikinci yarışda 12 saat 27 dəqiqə. Ay maşallah, maşallah. Bu ağmaya bala idi. 9 saat 4 dəqiqə qəhrəman qardaşın yarışında. 4 aylıq bala idi. Gözəl. Bu adam leleyi mənə Şorabaddan dadaş kişi bağışlayır. Birinci yarışda 9 saat, ikinci yarışda 7 saatına qədər. Super. Bəs bu qırmızı nədir, gözlü? Qırmızı qıraq düşdü, mənim quşlarıma qaçacağı yoxdur onun. Qıraq düşdü, xoşum gəlib saxlamışam, sürdüb yoxlayacağım ya. Bilmirəm düşür, yalan deyil. Amma xoşum gəlir də, quşum düşürmür. Gəlib özü düşür. Balaca da almamışam, atmışam mayaların arasına, şu sürdüb baxarım. Ha, baxarım. Belə yay boyu 5-6 nabələ qırmızım gedib, onlarla səhv sağlam deyə saxlamışam. Bizdən ola bilər Bu ki, qırmızı mayan balalarını vermişəm göydə. ola bilər o quruş dəyişir, forma dəyişir. Yoxlayıb şundan qənət vuruşundan biləcək. İnşallah. Buradakı quşlardakı hamı bulağın balasıdır da, yəni başqa qıraq quş yoxdur burada. Bu qapolda, o qırmızı mayadan başqa, bir o çil mayadan başqa. Aradım deyirəm. O da qıraq quşdur. O 2 dənə quşdan başqa hamısını qışda aldığım balalardır, bu maya qapolunda. Həyətdə də var onlardan, inşallah göstərəcəm. Bulağın hər quşdan bir 10 dənə bala almışam. Allah xeyir eləsin, Allah xeyir eləsin. Dost qardaşa da bağışlamışam, qalanlar da var. Azından bir 6-7 dənəsi var hər quşdan. Ay başqa şeylərlə, eyni əkəylə saxlamamışam. Bəs bu boz quyruq nədir? Bu qırmızı mayanın balasıdır. Cabirin qırmızısı. Cabirin qırmızısının balasıdır. Bunun erkəyi nədir ki, belə verib? Boz quyruq ərkək. Qoca ərkək var, mən də orada olur. Ha. Onun almışım. Bu qırmızı Akkənət Orxan Razin qırmızı mayasının balasıdır. Yarışda axırıncı gələn quşun balasıdır. O ağbaş fason olanda biraz. Bir o deyil, bir də kafeyni baladır. Onlar ikisi də. Orxanı. Başqa ərkəklə almışam. Həmin o boz quyruğun atası ilə almışam onu. O bursunda göyçür ərkəklə. Buradan Orxan qardaşına salamlayırıq, elə salam olsun. Yaxşı eyvallah var, inşallah razılaşır. Gözəl insandır. Bəli, elə salam olsun. Yaxşı yaxındır. Allah köməyində olsun. Bir-birimizə pas ötürürük. O mənə, mən ona. Gözəl, gözəl. Bu erkəklərdən də uçurdasan inşallah. Hər ilini keçək olur. Var ha. Ya Allah, maşallah. Burada demək Zavid qardaş. Keçər ilin ərkəklərindən, yox tutuqlarından. Tutuğun hansıdır? Ağbaş. Bu Nərman kişinin quşlarının nəvəsidir. Ay maşallah, Allah rəhmət eləsin. Ana tərəfi tutulmalıqda qatmışam onlar. Bəli. Demək, o törpə ərkək, ədalət həmin törpə ərkəkdir. Birinci yarışda uçdu, ikinci yarışda qismət olmadı. Bunlar kestilər uçdu, suda bilmədi. 10 saat 14 dəqiqə o uçdu birinci yarışda. 10 saat nə qədər? 10 saat 14 dəqiqə. Bəli. 10 saat 39 dəqiqə. Bu qırmızı ağbaş. Yox, göy ablaq. Ha, qırmızı. Göy ablaq 11 saat 7 dəqiqə. Ay Bu maşallah. ağdaşda birinci protokola yazılan quşundur 7 saat yarımda. Qəşəng. Həmin o boz quyruq, qoca boz quyruğun balasıdır. Qoca boz quyruğun balası budur. Bəs bu mayası nədir? Onun mayası bu 10 gülü maya olub. Qardaş var, onun kuşuydu. Stoykası da qəşəngdir. Getdi qardaş, qəhrəman qardaşın salamlayırıq buradan. Onun yarışından sonra getdi bu. 2 gündən sonra. Elə mənim də salamım olsun qəhrəmana. Elxan qardaşa da salamlayıram. Bütün bu Aleyküm salam, buradan. Qardaşı, hamısının Hər birinə ayrı-ayrılıqda salam. hamının əziyyəti var. Bir dənə biraz tavsiyə quşlar özünü göstərsin. Demək,
Bu qırmızı nədir? O qırmızı həmin o qırmızı mayan balasıdır, Cabirin qırmızısı. Ay maşallah. O deyil, bir də bu kafenin. Onlar bacı qardaş. İkisi də qardaş. Bu cinli kafenin değil mi? O Evreş gəldi, o buraya olan balasıdır. Bak bu qırmızının, bak bu mayanın, erkəyin atası nədir? O qırmızı Evreş ilə. erkeği gəldi, o yana. Ben bir yaxşı göstərdim əvri şeyçə. İkisinin atası olur. Ay maşallah. Ay maşallah. Ay maşallah. Mən bir daha buradan bir söz demək istəyirəm. Dünən o quşların bir dənə atma ki, mən bir dənə bir şey göstərmək istəyirəm. Quşlardan söhbət gedirdi. Quşun stilindən. Bax, bir dənə qardaşlar, bir dənə bu quşun stilinə baxın. Ayağını qoysa qabağa elə bilərsən sinəsindən qabaqdadır. Bu ağ pyorkadan söhbət gedir. Bir dənə diqqətlə fikir verin nə demək istədiyimizi. Ay maşallah, min kərəm maşallah. Halal dedi Allah kişiyə. Allah ona ömür versin. Bax qardaşım, bax o korpusdan söhbət gedir. Daha mən deyirdim elə bir quşun ayağının dırnağı gəlir sinəsi ilə eyni durur. Sinədə batıq olmaz. Ayşə, bəzi quşları o köhnə kitablardan biraz pis çəkilib qoyulub. Quşun ayağı elə bilirsən ki, quyruğun yanındadır. Sinəni domba çıxardıb qoyublar qabağa. Quşlar çox dırdadır, ola qaçışıq quşlar olur. Bəs quşun bax budur da. Göylüyü varsa yerliyi də olmalıdır. Bəli. Buradakı 4 dənə quşdan başqa, burada hamısı bala deyil, hamısı bulağın balasıdır. Yəni qaçışıq. Öz quşlarının balaları buranın. Bir dənə burada qara quş yox. Ay Qışdallığın maşallah. balaları. Erkək balaları da atmışam var. İndi bəzi quşların sadəcə üçü uçacaq, bəzisi dördü. İndi qismət olsa əgər balalar yaxşı tutsalar, yaxşı effekt versələr, ola bilsin ki, qartallar qrupunda cavan uçsun. İnşallah. Çünki orada elə qardaşlar var ki, birinci ildə qoşulur, eləmək lazım ki, məhkəməsi olur. Əgər quşum, yəni də deyirəm, məhz qanun eləsə, Balalar sən qanun eləsə ürəyində eləsin. uçurdacam, bala katolu uçurdacam. Qanun eləməsə keçənkilərdən də qoşulacam. İnşallah. İnşallah. Allah'ımızın, Allah heç kim əziyyəti yer. Bax qardaşlar, diqqətlə baxın quşa. Mən quşdan söhbət elədim, quşun özü gəlir, özünü göstərir. Ay maşallah, min kərəm maşallah. Maşallah yazmağı unutmayaq. Dominant erkeğidir bu. Ayağının rəngi də biraz başqa cürdə, biraz daha tündə çalır, qırmızısı. Yəni belə bir şey deyim. Mən nə isə əvvəlcədən deyəndə gördüyüm bir şeydən danışıram. Havadan sudan danışmıram. Allah min bərəkət versin ki, bir çöldəki quşlardan danışaq. Dostlar, Cəllabad Elşən də gəldi. Necəsən qardaşım? Yaxşısan. Allah bərəkət versin qardaş. Sənin sözün nədir bizim dostumuza? Sözüm odur ki, deyim, sənə uğurlar az verirəm. Allah xeyri versin qardaş. Gələn qonaqlara da salam verirəm. Sağ ol, var ol. Allah sizi bol eləsin. Hər kəsə uğurlar az verirəm. Var ol. Var ol. Sənə də salam verirəm. Əleykum, əleykum. Var olasan. Senin qardaş, mən bir an burada kuş gözümə dəydi. Bu deyə bax, bu qara göy bala var. Xahiş edirəm bizə dənə atma dostlar, bir dənə balet eləyin. Bunu mən TikTok izləyicilərim üçün çəkirəm. İndi bu göy balanı mən istəyirəm Ceyhun qardaşdan soruşaq görək, bu nəyin balasıdır, hardan gəlmədi. Ceyhun qardaş, o bala. Binəqədi quşudur, dayım oğlu, Qulu kişinin nəvəsi, Zabirin oğlu, Zamir qarşılayıb, mənim dayım oğlu, doğma dayım oğlu. Doğma dayın oğlu Zamik qardaş Bir bağışlayıb. cüt quş da elə bil onda, salıb əlinə. Mən də salamlayıram buradan Zamik Yaxşı qardaşı. qardaşdır, bir yerdə bölmüşük, həm də dayım oğlu, dayı oğlu, bir oğlu. Bu elə iki dənə balanın ikisini o gətirib. Tayı da bu da, hə? Yarışda uçurdarsan, elə Ay qaldırmamışam. maşallah. Belə onlardan uçurdumuşam da. 5-in üstü 9 saata qədər birinci sezon uçurlar. Süper. Allah'ın izniyle. Buradan Anasına Zamik qardaşa atasını hava tutub, elə deyib. olsun. Hə. Elə düz seçim eləyib, düz görə bilib. Doğrudan da dostlar, bir başqa gözəlliyi var quşun. Bala nə deyirsən var da üstündə balada. Bir tərəf, bir tərəfdir.
Bir de göy boynundan balasa var. Satmayan onu bir sağdan boşuna değil. Hansı baladır o? Kafeye değil. Ha oradakı. Bir de bir burada piyolka bala gördüm ben. Yok yok. Ha o deydi. Bir de dostlar bir de bu balya balet eləyən. Və bir də soruşmaq istəyirəm. Mənim qardaş, bəs bu piyolka bala nədir? Bu körka bala. Babası Ədalət Əli'nin körkasıdır. Nenesi de Gözxallı Mayan. Ay maşallah. Allah'ın nevəsi. İncə quşdular belə. Çiyin batıqdır ha bunlarda. Çiyinlər kimi içəri yer bir şikəsdir. Bak mən quşun şeyinə fikir verim. Qanat quruşun. Bir dənə Sin olmamalı. bilirsən bir də bilirsən nəyi demək istəyirəm? Elə bir zərif baladır da, zərifdir heyvan, özü zərifliyi də var heyvanın. Bax dostlar, fikir verin, narahat deyil ha bala. Yox. O birdən fikirləşərlər narahatdır, yox. İncəlik də zərif onu deyir. Hə, incəliyi var. Elə bir belə deyək də, o adam əlinə almaq istəyəndə fikirləşərsən ki, adamın əlində qırılar, əzilər. Bax, o belə bir bunun indi tayını da göstərəcək. Tayı da çox maraqlıdır. Ağ balayı da səhv eləmirəm ha. Yəni o qayçı qənət kimin özünü saxlayırdı. Bir də bu deyil. Bax dostlar, fikir verin, bax. Elə zəriflik var ki, elə bilirsən əl vursan adamın əlində əzilər eləyər, sınıb eləyər. Ceyhun, maşallah, maşallah, min kərəm maşallah. Allah bərəkət eləsin. Amin, amin. Biz də çalışırıq, vuruşuruq ki, nəsə göstərir. Bu il də biraz keçən ilə baxanda bəlkə hazırlaşıram. Bu il, hə? Hə, bu il əlimdə bəlkə materiallar var. Keçən ilə baxanda, maşallah. İniş ilə baxanda. Mənə dəstək olan kişilər olur. Allah hamısına da Allah dəstək olsun həmin kişilərə. Mənim 8 nəfər insan var ki, yaxınımdayım. Yəni quş aləmində mənə dəstək olan kişilərdir. İnşallah onların da quşlarının yəni balaları var, burada nəvələri var. Sən də özün burada olmaqla 5 dənə bloger olacaq yayda. İnşallah. O kişi öz quşlarımla onların quşlarının seleksiyasını 20 dənə, 30 dənə vurub göyə, onlar özləri də burada olmaq şərti ilə. Soracağam. Hər kəsən öz quşunun gücünü görəcək, hər kəsən öz quşunun xəssiyyətini biləcək, öz quşunu görəcək. İnşallah. Mehribançılıq da, yəni dostluq. Bəli, bu mehribançılıq qardaş oldu. Mənim quşlarımla seleksiyadır ya, hamısının quşu. Bir dənə bir erkək götürmüşəm, Maya məndən. Maya götürmüşəm, erkək mənlik. Belə də deyək. Öz quşlarımla qatmışam. Nəvələri də var hətta da, yəni quşlarının. Elə bir sentyabr ayında almışam. Sentyabr ayında almışam quşu, belə deyək. Bəli. Bir dəqiqə onun nəvələri var. Həmən quşlar. Allah. İşləmək lazımdır quşun üstündə. Halallıcı. Mən yəni qoymuram. Adam var məsəl üçün 5 aylıq baladan bala almır. Mən məsəl süzüt vururam, bir dənə yaşlı maya ilə yumurta götürürəm. Hər zaman erkək. Yumurta götürürəm. Ağzını zığazadı vurmuram. Yaşı tamam olmamış. Əslində bir 2 illik zad, 3 illik quşdan bala almağa yaxşıdır. Yoxsa mən alaram da qardaş. Mən belə pismasın. İşləyirəm quşun üzərində ki, ola bilər. Erkeğe gedər, balası qalsın. Elə söz gəlmişkən deyim, xüsusilə düşdü dünən də bir maraq yarandı ki, ola bilər mən hardasa səhv eləyərəm və maraq yarandı, təzədən girdim, oxumaqları oxudum, indi hər birimiz oxuyub öyrənirik, təcrübələrlə və ən əsası praktika və elmə dayanıb praktika. Dünən də mən ümumi bu barədə oxudum, dedi ən məsləhət bir yaş yarımlıq quşlardan bala götürmək. Əslində olmalı. Dedi, İnsan biraz tərəskəndə axı. Dedi, bütün sümüklər oturur yerinə ona görə. İndi sən ki bir gözəl söz dedin ona görə. Dedin ki, ağzını zığa vurmamaq şərti ilə elə bil ki, demək olar ki... Quşlara ki, çudacağım, cavab et. Yəni, mənə düzgün başa düşün. Orada qışda aldığım balam bir dənə quşun qənətini kesməmişəm. Hamısını çudmuşam. Onları çudacağım deyənə, deyirəm birdən olar da yaxşı uçar gedər, heç olmasa bir dənə toxumu qalsın.
Bakı küləklər şəhərində bilmək olmaz. Bir də hava bərk Allah'ın dəyişər, işidir ya. bərk dəyişər, gəl görəsən. Bir o dediyim uçuş quşlarımın əksəriyyətindən Bəli. yəni 6 dana, 7 dana, 8 dana bala Hə, ki götürmüşəm. bala qalsın Hə, özündə. bilmədiyim quşdan bala almamışam. Ancaq bildiyim quşlardır. Burada seleksiya 8 nəfərin quşuna aiddir. 8 Hə, 8 var adamın olsun quşudur. dostlarda. Allah da Allah'ın izniyle yayda qonaq edəcək. Oturub quşlarının balalarına, İnşallah. nəvələrinə tamaşa edəcəklər. O Bakı söz olmuşsa Feyziyab olacaq Hə, və gözəl çəkilişlərdə də yoldadır. gözəl dostları da Həm də Feyziyab blogerləri də eləyəcək. yığacağam bir yerə ki. Bir Bəli. gündə olsun da, yəni hərəsi bir yerdə otursun Allah'ın izniyle. Üç sürdüm göstərim olar, bir gündə də xətm eləyir. Əla fikirdir. Allah'ın izniyle. Təbrik edirəm səni. Sənə gözəl uğurlar Blogerlərə arzulayıram. salamlayırıq. Ağanı, Əlini, Əli Xəzəri, yatdan Bəli. çıxan blogerlər. Hər birinə İsmail ayrı-ayrılıqda burada da salam var, olsun. İsmail. Hər birinə, hər birinə də İsmail münasibətimiz gözəldir. Həqiqətən Əli Xəzərin bir başqa yeri var mənim üçün. Bəli. Ağanın bir başqa bir yeri var. Sərxan qardaşımızın bir başqa. Oğlan da var, üzürlü sağ. Bəli. Bütün hər biri bir ayrı gözəl insanlardır. Var olsunlar. Hamı qrup yaradır, hamı yaradır. Uçuşları yaxşı olsun, düzür qoşur. Yaratmaq Allaha məxsusdur. Hə, hamıya uğurlar arzulayırıq. Vallahi, yəni hamı Bakı quşunu təmsil edir, Azərbaycan quşunu təmsil edir. Bəli. Bizim üçün elə qürurlu bir şeydir ki, bu Kim də yaxşı tutsursa elə ləzzət edir Əli, bizə. kim bu sərvəti qoruyub saxlayıb halaldır o adam. Amin. Əmilərimiz, dayılarımız sözsüz ki, bunları bizə verir. Allah sənə süfrəvi bol eləsin qardaş. Əziyyət çəksən, zəhmət çəksən, bu qədər insan var. Allah min ruzu yetirsin. Yenə də deyirəm, birinci girdiyim kimi şadlıqlara girək bu qapıya. Ancaq şad sədaları eşidə. Allah sənin o gözəl evlatlarını xoşbəxt eləsin inşallah. Cümləmiz olmayanlara qismət. Amin Allah, amin Allah. Bütün buradan gül balalara, Azərbaycan balalarına elə gözəl günlər qismət olsun inşallah. Başqa bir deyəcək bir söz. Başqa sözüm bir dənə odur ki, Allah'ın izniyle. Söz çox deyil, prosta bir dənə söz demək istəyirəm ki, Buyur. Allah bizə nəsib eləsin bu illəri bəhanəsiz quşbazlıq eləyək. Quşçuluqları göstərək. Bəhanəyə son olsun. Quşlarımız göydə olanda inşallah. Sözümüzü deməyək. Quşları uçurdanda yəni belə pısılmasın. Ne mənalı sözümüzü deyək. Biz quş uçurduq kiməsə qıcıq vermirik. Bəli. Biz quş uçurduruq, yoldaşlarımız, həyətdə olan insanlar quşdan zövq alsın. Quşun uçuşu, səpkisi, hamısı qaydasında olmalıdır. İnşallah elə Allah'ın izniyle hamıya gözəl nəticələr arzulayıram. Sağ olun. Amin. Mən nə deyə bilərəm ki? Quş uçurmayanlara da arzulayıram ki, onlar da uçursun. inşallah. İnşallah. Can ləzzət elədi quşlar. Həqiqətən zəhmət çəkilib heyvanların üstündə. Həmin bu göy erkəkdə o bir göstərdiyim o Day oğlunun quşlarının qolundan diyor. Ana maya quş, qaracoy haqqanət var, yarışda uçurduram. Aha. İki yarışın ikisində də uçur, yaxşı nəticələr verir. Onun balasıdır. onun Onların balası. elə gətirdiyi quşların da atası yoxsa anası göydür. Onların qanında var. Bunların kökləri, nənələri qaramay olur. Ataları da qaracoy əkir. Elə anası kimi. Tutulma quşlardan torarım. Çox maraqlı quşdur ha. O damazlıq saxlamış. Düz eləyirsən. Uçurmuşam. Görmüsən? Hə, 5-6 dənə qaldırmışam. Yəni bəs edib də yanına. Ay maşallah. Onu saxladım damaz. Bu da özünü göstərir. Deyirəm ki, gör əlimdəki kameram necədir ki, bir yaxda bir başqa quşu göstərirdi. Ağ piyorkanı düz gəldi, ekranın qabağında durdu. Bax bu göydə düz gəldi mənim üçün ekranın qabağına. Ki heyvanlar bilir biz bunları sevdiyimizi. Əlbəttə ki, quşun Hissiyatı var. hissiyatı var. Var, var. Quşları sevmək lazım. Cihun, çəkilişimiz yetərincə oldu qardaş. İnşallah mən də sənə gözəl nəticələr arzulayıram. Gözəl nəticələrin yanında elə o quşbazlıqdan əlavə də öz işlərində Daim də. oğlu gəldi. Gəl. Bax, bir yaxdan bu qardaşın quşların haqqında danışırdıq. Deməli, qardaşlar, bir yaxdan o göylərin haqqında danışdığımızı, quşun
sahibi, yiyəsi gəldi bura. Söz üstünə düşdü, deyir. Gözəl sözün üstünə elə gözəl insan çıxar. Buyur qardaşım, sən nə demək istəyirsən? Mən dedim oğluma uğurlar arzulayıram. Allah o canını sağ olsun. Amin. Mənim qardaşımdır, bir yerdə bölmüşük. Mənə ürəyim də o. Var ol. Ne deyə bilərəm, heç nə. Onun yarışda uğurlar arzulayıram. Amin. Qardaşımdır mənim. Allah onu var eləsin. Sağ olasan, var olasan. Allah üstünə namus sağ eləsin. Allah səni də canını sağ eləsin, qardaş. Allah köməyin olsun, Allah var olsun. Bu da mənim uşağıdır. Binə qəddən də kərləməklədir. Qardaşımız öz miskidir. Allah canını sağ olsun. Sən də gəlirsən qardaşım, çəkirsən, göstərirsən. Allah səndən də razı olsun. Sevdiyimiz işin dalındayıq. Allah kömək olsun. Əsas odur ki, sevirik biz bu işi. Allah sizlərin də canını sağ eləsin, var eləsin. Sağ ol. Hələlik. Dostlar, deməli çıxırdım, qapının ağzında bir dənə belə bir qəşəng sammallı bir quşxanası var. Cütxanalar. Həqiqi cütxanalar da maşallah iri-iri, içində təzdən belə yuvalar. İnşallah hələ davam edir, tiklə-tiklə gedir. Allah cəmin qardaşım, Allah mülkü və bərəkət versin. Allah olmayanlara da yetirsin inşallah. Biz yaxınlaşsınız. Xeyir olur. Allah xeyir versin. Bayt oyun olsa şahtığa gəlir. Malını da mülkünə bərəkət versin. Qəşəng bəyəndiyi əla, quşlarımla, qonaqsa gəldiyimdə hamısı əla. Bu qədər. Uğurlar, hamımıza da uğurlar yarışlar. Bloger mütabid qardaşım, yaxşı götürər. Salamlayıram mən Ceyhun qardaşım. Ceyhun qardaş, xeyir işlərə gələk. Ceyhun qardaş, gözəl sədalar eşitək, gözəl nəticələrin olsun inşallah. İnşallah. Allah xeyirli ömür versin. Allah xeyir versin. Cingil qardaş, buyur və bir sözünüz var. Allah xeyir versin, Allah. Ceyhun qardaş, Allah xeyir versin. Sağ ol, Allah versin. Allah bərəkət versin. O gün olsa xeyir işlərə yığışaq. İnşallah, inşallah. Allah gəlir. Sağ olun. Dostlar, Allah hamına xeyirli uçuşlar nasip eləsin inşallah. Videolar bəyənin qardaşlar.